Voe Tures avtoservisi. Bu avtoservisə xarab maşın gəlir, yeni maşın kimi çıxır. İnanmırsınızsa gedək içəri ilə daha yaxından tanış olaq. Voe Tures təkcə avtoservislə məşğul deyil, eyni zamanda partnyor şirkət kimi də fəaliyyət göstərir. Baxın, partnyor şirkətinə qoşulan taksi sürücüləri və yaxud da ki, buranın digər xidmətlərindən yararlanmaq istəyənlər, müştərilər maşınlarını təmirə veriblər və gəlirlər otururlar, dincəlirlər. Burada PlayStation oynayan var, məsələn, orada çay, kofe içmək olar. Yəni, vaxtlarını səmərəli keçirə bilərlər. İndi isə gedək, tanış olaq avtoservisinə. Varşavanın 15 kilometrliyində Azərbaycanlılara məxsus avtoservis, müasir avadanlıqları və peşəkar ustaları sayəsində istənilən maşının bütün texniki problemləri aradan qaldırılır. Hətta digər əcnəbilər, həmçinin polyaklar da bura meyl salmağa başlayıb. Hibrid avtomobiliniz var, problem deyil. Batareyaların təmiri, diaqnostikası və dəyişdirilməsi də burada mümkündür. Uzun illər təcrübəsi olmuş Azərbaycanlı ustalar peşəkar olmaqlarından savayı həm də mehriban, üzü gülər adamlardılar. Çox qoçaqdılar. Müştərinin maşınına öz maşınları kimi baxırlar. Burada usta təkərləri balanslaşdırır. Yəni avtoservisdə gördüyünüz bütün avadanlıqlar Avropa standartlarına uyğunlaşdırılıb. Çəkiliş günü avtoservisə Varşavadan 400 km aralıdan Şeçin şəhərindən bir nəfər maşını ilə gəlmişdi. İndiyə qədər bir neçə yerə gedib, amma problemini həll edə bilməyib. Çünki çox baha deyiblər. Təxminən 5000 zlot. Amma bu avtoservisdə cəmi 500 zlota məsələ həll olunub. Bu müştəri də çox səmimi insandır. Məkan barədə ağız dolusu danışdı. Mənim problemlərim çox idi. Çox servislərə getdim. Burada düzələn işi heç bir yerdə görmədim. Kiminsə Toyota'da, Prius'da, Corolla'da nə problemi varsa gələ bilər buraya. Düzəlməyən iş yoxdur. 6 ildir buradayam, hələm belə usta görməmişdim. Ustaya sözüm yoxdur. Ustanın əli qızıldır. Düzəlməyən işə də barmaq eləyir, düzəldir. Voe Tures avtoservisində öncədən gedəndən keçmək lazımdır. Bunun üçün baxın, bu QR koda daxil olursunuz və onlayn şəkildə yer götürüb növbəsiz gələ bilərsiniz. Gördüyünüz bu Toyota Prius'un hissələrini də burada əldə edə bilərsiniz. Əgər Polşanın başqa şəhərindən gəlirsənsə və gecəni harda qalım deyə fikirləşirsənsə, rəhbərlik bunu da nəzərə alıb. Müştərilər üçün avtoservisin ikinci mərtəbəsində gecələmək imkanı yaradılıb.